Gəncə şəhəri Naytavan qəsəbəsi və bugün təsadüfən qarşılaşdım ki, yolu xır tökülür, sırılıb. Sevindim ki, bəlkə hardasa məmurların vicdanı oyanıb, insafı oyanıb, Naytavan qəsəbəsinin sakinlərinə rəhmi gəlibdir. Sən demə əldə etdiyin məlumata görə məmurların işi deyil, əslində hansısa bir məsul şəxsin atası rəhmətə gedib, həmən şəxs öz hesabına bu yolu xır örtüyü ilə təmir etdirir ki, vəzifəli şəxslər yas mərasimdə iştirak edəcəklər və o bu yolları öz şəxsi hesabına düzəltdirir. Yəni ən azından bu yolu heç olmasa xır tökdülər ki, palçıq, yağış yağan zaman palçıq olmasın. Toz, çox dəhşətli bir toz olur.